Kanal izləyicilərim, sizi Qaraçuxur qəsəbəsindən salamlayıram, hər vaxtınız xeyir olsun. Dostlar, Qaraçuxur qəsəbəsində möhtəşəm bir ərazidə, yəni ərazini deyəcəm, burada yaşayanlar hamısı tanıyır. Qaraçuxurda Notarusun yanı, Mebelli deyilən yerdə, yəni Qaraçuxur qəsəbəsinin ən gözəl yerində. Arxamda görürsünüz, 2 mərtəbəli, belə deyim də, tam təmirli, əsl həyət evi, villa satışa çıxıb, onu sizin üçün təqdim edəcəm. Yəni əzizim, göstər oranı, qapıdan giriş hissəsini göstər. Torpaq sahəsi də olduqca genişdir. 4.2 sotun üstündə 2 mərtəbə, 7 otaq, hardasa 250 kvadrata yaxın ərazisi var. Torpağın da evində çıxarışı var. Bura evin qarajıdır dostlar. Qarajıdır. Əlavə olaraq dəyərli izləyicilərim, onu da qeyd edim ki, evin daxilində, həyətində 2 otaqlı əlavə tikili evi var. Oranı da ev sahibi kirayə verib, ayda 200 manat gəliri var. Evin hər iki tərəfdən girişi çıxışı var dostlar. Bu tərəfdən bir də ki, istəyirəm operatorumuz göstərsin onu, bir dənə yaxınlaş qardaş. Qaraçuxur parkına tərəf çıxan qapısı var. Hər iki tərəfdən evin girişi çıxışı var. Evin dörd bir tərəfinə qurub fırlanmaq mümkündür. Həyətində hər növdə meyvə ağaçları var, gördüyünüz kimi. Köhnə tikili evdir, oturuşmuş evdir, keyfiyyətli tikili. Evin dostlar, tikintisi, şəraiti yüksək səviyyədədir. Yəni, şəxsi tikilidir. Evin artıq həyətinə daxil olarkən, evin üz görünüşündən, evin həyətindən artıq görsənir ki, bu ev şəxsi tikilidir. Ev, dostlar, belə deyim də, tikintisi haqqında soruşsaz, ara kəsmələr hamısı monolit betondur. Yüksək səviyyədə təmir işləri görünür. Dediyim kimi, gir yaşa. Burada bir məsələ var dostlar, əşyalı, əşyasız. İndi izləyicilərim sual verir, bəzən ev əşyalı mı satılır, yoxsa əşyasız mı satılır? Ona ev sahibi ilə artıq oturub danışmaq olar. Yəni, hər iki halda satışı mümkündür. Əşyalı da satıla bilər, əşyasız da. Əşyalı qiymət başqadır, əziz dostlar, əşyasız qiymət başqadır. Qiyməti videonun sonunda deyəcəm, izləmədə qalın, evin daxilindən təqdimata davam edir. Sizi tam olaraq sizin üçün təqdim etdim. Kim bu evi alsa Allah xeyir versin. Sənədləri də heç problem, hamısı qaydasındadır.
Neftçilər metro stansiyasına da 10-12 dəqiqəlik məsafəsi var. 55 nömrəli marşrut, 208, 209, yəni bir çox marşrut xətti binanın lap yaxınlığından keçir. Gimnaziya məktəbi 104 saylı məktəb və bir neçə dənə məktəb evin yaxın əhatəsində yerləşir. Yəni evin yerləşmə yeri belə deyim də dəyərli izləyicilər, infrastruktur cəhətdən əvəz olunmaz bir yerdə həqiqətən. Gəlib inşallah özünüz də baxarsınız. Evin keyfiyyəti haqqında da danışdım. Yüksək keyfiyyətdə, yüksək səviyyədə tikinti materiallarından istifadə olunaraq bu ev inşa olunub şəxsi öz üçün. Yenə deyirəm dəyərli izləyicilərim, Allah xeyir versin. Həqiqətən mən evi çəkiliş zamanı da müşahidə elədim, gördüm, ev keyfiyyətli evdir. Xeyirli olsun, gəlin, baxın. Evi də götürün Allahın izni ilə. Gəlin, qardaş bu evin qiymətini 350 min manatla deyir. Real alıcı olarsa danışıq yeri olacaq. Nömrəmiz səhifədə var.